Vaxtınız xeyir, hörmətli tamaşaçılar, mədəniyyət xəbərlərini təqdim edirik. Studiyada Səbinə Bayramovadır. Əvvəlcə anonslara nəzər salaq. Heydər Əliyev mərkəzində Art Weekend festivalının açılış mərasimi keçirildi. Festival çərçivəsində Fernando Botero'nun rəsm əsərləri sərgiləndi. Azərbaycan Rəqs Festivalı 2025 beynəlxalq müsabiqəsi başladı. Bakı Beynəlxalq İncəsənət Festivalının açılış mərasimində Özbəkistanlı pianoçu Behzod Abdurrahimov çıxış etdi. İllik yubileyini qeyd edən Bakı Caz Festivalı bir-birindən maraqlı konsert proqramları ilə yadda qaldı. İndi isə daha ətraflı. Paytaxtımızda incəsənət və yaradıcılıq ruhunu birləşdirən möhtəşəm tədbir Art Weekend festivalı keçirilir. Heydər Əliyev Fondu və Aidiya İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə reallaşan festival müxtəlif ölkələrdən sənət adamlarını, kuratorları və incəsənət sevərləri bir yerə toplayıb. Heydər Əliyev mərkəzində festivalın rəsmi açılışı olub. Heydər Əliyev Fondu və Aidiya İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda keçirilən Art Weekend müxtəlif ölkələrdən sənət və mədəniyyət nümayəndələrini bir araya gətirib. Festival çərçivəsində paytaxtın muzey, qalereya və mədəni məkanlarında sərgilər, performanslar və görüşlər təşkil olunub. Heydər Əliyev mərkəzində təşkil olunan festivalın açılış tədbirində Mənim dənizlərim, mənim okeanlarım sərgisinin və məşhur Kolumbiyalı rəssam heykəltaraş Fernando Botero'nun əsərlərindən ibarət bədii formanın təntənəsi sərgisinin təqdimatı olub. Mənim dənizlərim, mənim okeanlarım sərgisi suyun davamlılıq və yenilənmə rəmzi kimi əhəmiyyətini diqqətə çatdırıb. 2022-ci ildə Cenevrədə təqdim olunan və su ekosistemlərin qorunmasına çağıran bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Müasir rəssamların əsərlərində su